Salam uşaqlar, Namazov səhv 67 olan tapşırıqlara baxaq. Deməli, fiqurun uşaqlar üstdən, altdan və yanlardan görünüşünə görə biz bunun tam sətrin sayısını tapmalıyıq. Bunun asan yolu nədir uşaqlar? Gəlin birinci üstdən görünüşünə baxaq. Baxaq görə üstdən burada neçə dənə kvadrat görə bilirəm? 1, 2, 3. Baxın, üstdən görünüşündə 3 dənə kvadrat var. Üstdən nə görürəmsə, altdan da görünüş eyni olmalıdır, düzdür. Deməli, üstdən 3 kvadrat vahid götürək də bunu. Vahid kublardan deyirsə uşaqlar, biz bunun tərəfin 1 santim ya 1 metr belə götürə bilərik. Yəni, vahiddir bunun tərəfi. Bunu 3 kvadrat vahid götürək. Onda bu da 3 kvadrat vahiddir. Düzdür? İndi gəlin yanlardan görüntüsünə baxaq uşaqlar bunun. Yandan da mən neçə dənə kvadrat görürəm? 1, 2, 3, 4, 5, 6. 6 bu yan üzüdürsə, demək 6'sı da onun arxasıdır. Baxın uşaqlar, burada verilibdir. 6 kvadrat vahid burada var. 6 kvadrat vahid də burada var. Yəni bu 6'dırsa bir də 6 onun önündə. İndi digər yanına baxaq uşaqlar. Baxın. 1, 2, 3. Bu yandan 3'ün buradan görürəmsə, 3'ün də arxasından görürəm. Baxın. 3 kvadrat vahid burada, 3 kvadrat vahid də burada var. Yəni, ümumi nə qədər oldu? 1, 2, 3, 4 dənə 3'üm var. 2 dənə də 6'm var. 12 plus 12 eləyər 24 kvadrat vahid. Gəlin buna baxaq. Bunun da uşaqlar, baxın görüntüsünü. Altdan, üstdən, yanlardan veribdir. Gəlin baxaq. Üst görünüşünə baxaq. Üstdən baxanda mən neçə kvadrat görürəm? 1, 2, 3, 4, 5, 6. 6 kvadrat vahid burada. Üstdən. 6 kvadratda vahid altdan olacaq. Düzdür? İndi yanına baxıram. Başqa rəngindən gəlin yanına eləyək. 1, 2, 3, 4. 4 kvadrat vahid bir yanıdır. Əlbəttə ki, onun üzü də 4 kvadrat vahiddir. Düzdür? İndi gəlin digər yandan görüşünə baxaq. Baxın, buradan baxaq. 1, 2, 3, 4. 4 kvadrat vahid, bir də onun arxasında 4 kvadrat vahid var. Düzdür? Hamısını toplasam 10, 20, 28 kvadrat vahid. Vahid kublardan düzəlmiş fiqurların tam sərtini tapın. Uşaqlar, fikir verin, artıq bunun bizə açılışını vermir. Özünü istəyir. Gəlin baxaq. Birinci uşaqlar, üstdən və altdan görünüşünə baxaq. Baxaq, üstdən neçə kvadrat görürəm? 2 dənə. İkisi üstdədirsə, ikisi də altdadır. Yazdım. İndi gəlin yandan görünüşünə baxaq. 1, 2, 3, 4, 5. 5 bu yandandırsa, 5'i də digər tərəfindədir. Öndən görünüşünə baxaq. Gəlin bunda. 1, 2, 3, 4. 4'ü buradadırsa, 4'ü də onun arxasındadır. Hamısını toplasam 4, 10, 14. 14'ün də üstünə 8 gəlsəm 22 kvadrat vahid. Gəlin ikinci şəklimizə baxaq. Birinci yuxarıdan görünüşünə baxaq. 1, 2, 3. 3'ü yuxarıdadırsa, 3'ü də aşağıdadır, altdandır. Sonra yanlardan baxaq. 1, 2, 3. 3'ü buradadırsa, 3'ü də onun arxasında. Daha doğrusu 3, 4 uşaqlar. Baxın, bu yandan neçəsini görürəm? 4'ünü. 4'ü də onun arxasındadır. İndi buna baxın. 1, 2, 3, 4. 4'ü bu yandadırsa, 4'ü də onun arxasındadır. Hesaplasaq. 6, 8, 8. Cavab 22 kvadrat vahid. Gəlin, keçək buna. Üstdən görünüşünə baxaq uşaqlar. 1, 2, 3, 4, 5. 5 üstdəndir, 5 də onun altıdır. İndi gəlin buradan görünüşünə baxaq. Öndən. 1, 2, 3, 4, 5. 5 dənəsini görürəm də, düzdür? 5 öndəndirsə, 5 də onun arxasıdır. İndi gəlin yandan baxaq. 1, 2, 3, 4, 5.
5 dənə buradandırsa 5 də onun arxasındadır. 10, 20, 30 eləyəcək. 30 kvadrat vahid. Digərinə keçin uşaqlar. Birinci yuxarıdan görünüş. 1, 2, 3, 4, 5. Fikir versə heç çəkməyə ehtiyac yoxdur. 5'i də altdan. İndi gəlin öndən baxaq. 1, 2, 3, 4. 4'ü də arxasında. Yandan baxaq. 1, 2, 3, 4. 4 plus 4. Deməli 10, 8 və 8. 26 kvadrat vahid. Sonuncuya baxaq. Yeni üstdən görünüşə baxaq birinci. 1, 2, 3, 4, 5, 6. 6 plus 6. Öndən görünüşünə baxaq. 1, 2, 3, 4, 5. 5 plus 5. Yandan görünüşünə baxaq. 1, 2, 3, 4, 5. Yenə 5 plus 5. Deməli 10, 20, 12, cavab 32 kvadrat vahidə bərabər. Deməli, üçbucaqlı prizmadır uşaqlar. Bunun açılış üzərində məndən istəyir. Birinci gəlin baxaq. Yolu necədir? Uzunluq 18 deyil. Bütün uzunluqlarını yazıram 18. Sonra üçbucağın tərəflərini yazım. Üçbucağın kateterlərini, daha doğrusu. Kateti 12, 9. Bu boş qalan hissə həmişə üçbucağın katetləri olur uşaqlar. 12, 9. Həmişə. Bir də baxıram ki, bir də düzbucaqlıda bir dənə n verilib. 15. Yazıram 15. İndi başlayıram bu düzbucaq açılışda bir sayılarını tapmağa. Üçbucaqlı prizmanın 5 dənə özü yoxdur uşaqlar. Başlayaq işləməyə. Birinci buranı tapsam 18, 15'e vurmalıyım. Tez vursaq 90, 18, 270. Buranı tapsam 18'i 12'ye vurmalıyım. 36, 18, 216. Buranı tapsam 18'i 9'a vurmalıyım. 162. Buranı tapsam 12'ni vurmalıyam. 9'a bölməliyəm 2'ye. 54. Onda burada 54'dür. Burada 54'dür. Düzdür. Bütün tərəfləri tapdım da uşaqlar. İndi onda mən bu figurun tam səthinin sahəsini necə taparım? Tapdığım bütün sahələri toplayarım. 270, 216, 162, 54 və 54. 10, 16, 1 yadda. 10, 16, 17, 24, 1 də yadda. 25, 2 yadda. 4, 5, 2 də yadda. 7. Cavab 756 kvadrat santimetr. Bunu uşaqlar şəkil üzərində açmadan da rahatlıqla necə işləyə bilərəm? Rahat yolu nədir bunun? Bir də bir şəkil üzərində verməmək üçün. Bu düzbucaqlıda uzunluq 16'dır, düzdür. Yazıram. 16 vur. Uzunluğu verilən bütün tərəflərə bir ayrı vuracağım. 16 vur. 12, onda 5. 16 vur. 10. 16 vur. 7, onda 5. Bu mənim 3 dənə düzbucaqlımın, yəni bunun sahəsi. Sonra düzbucaqlı üçbucağım 2 dənədir. 10 sahəsini necə tapıram? 7, onda 5'i vururam. 10'a bölürəm 2'ye. 2 dənə eyni düzbucaqlı üçbucaqlı uşaqlar. Bu da ixtisar gedər 5. Bu deyilər 37,5. Yəni 2 dənə də mənim 37,5'im var. Çünki 2 dənə düzbucaqlı üçbucağım var. Bunların hamısının cavabını tapıb uşaqlar sonra sonda hamısını nə edirəm? Toplayıram. Yəni bunu 2'ye vururam. Eləyəcək 75. Deməli 16'ın 15'e vururam, 16'nı 10'a vururam, 16'ın 7'ını 5'e vururam. Hamısının cavabını tapıb üzərinə gəlirəm 75. Gəlin digərinə baxaq. 2. Uzunluq
neçədir uşaqlar? 15. Uzunluğumu dairəyə aldım. 15'i bir dəfə 3'ə vuracağım. 15'i bir dəfə 4'ə vuracağım. 15'i bir dəfə 5'ə vuracağım. Həm 5'ə, həm 4'ə, həm 3'ə vurdum. Bu mənim 3 dənə düzbucaqlığımın sahəsi 45, 60 və 75. İndi düzbucaqlı üçbucağımın sahəsini tapsam, 3'ü 4'ə vurub bölürəm 2'yə. 6. 2 dənə olduğu üçün vururam 2'yə. Cavabım neçə oldu? 12. İndi mən ümumi sahəni tapmaq istəyirəmsə, 45, 60, 75 və 12'ni toplayıram. 2, 1 yadda, 10, 18, 1 də yadda. Cavab 192. Keçək bura. Uzunluğum neçədir uşaqlar? 14. Uzunluğu dairəyə aldın. Başla yazmağa. 14'ü birinci 6'ya vururam. 14'ü 2 onda 5'e vururam. 14'ü 6 tam onda 5'e vururam. Vurup cavablarımı tapdım. İndi keçirəm düzbucaqlı üçbucağıma. 6'nı 2 onda 5'e vurup 2'ye bölürəm. İstəsəz bir dənəsinin sahəsini tapsaz, 2'ye bölmədim. Bu ikisinin də sahəsini cəmi deməkdə olsunuz. Bu eləyir 7 onda 5. Mütləq tez 2'ye vurursunuz. Eləyir 15. Çünkü 2 dənə düzbucaqlı üçbucaq var. Verilən bütün cavablarımı da tapıp üçünü də nə edirəm? Toplayıram. Adi vurma hesablamadır deyə uşaqlar artıq onları yazmıram. Özünüz rahatlıqla hesablaya bilərsiniz. Buna baxaq. Şəkil verməyib ki mənə. Düzdür? Gəlin həll edək. Birinci düzbucaqlımın uzunluğunu tapıram. Neçədir uzunluğu? 20. 20'ni 20'ye vururam. 20'ni 12'ye vururam. 20'ni 16'ya vururam. Tapdım düzbucaqlılarımı. İndi keçirəm düzbucaqlı üçbucağa. Tərəfləri neçədir? 12 bana. 12'ni vururam. 16'ya bölürəm 2'ye. 96. Eynisini 2 dəfə təkrar edirəm. Cavab 90. İndi bunların hamısını toplayırım. 12 bir yadda. 18, 20, 24 bir də yadda. 25 2 yadda. 6, 9, 10, 11. Eləyəcək 1152 kvadrat santimetr. İkinciyə baxaq. Uzunluğumuz neçədir uşaqlar? Bir dəqiqə. Uzunluğumuz 18'dir. Düzdür. 18'i birinci vururam 20'ye. 18'i vururam 15'e. 18'i vururam 25'e. 3 tərəfin üçünə də vurdum. Bu mənim düzbucaqlılarımın sahəsi. İndi düzbucaqlı üçbucağın sahəsi. 15 vur 20 böl 2. Fikir verin uşaqlar, bu 25-ni işləmirəm ha düzbucaqlıda. Katetlərlə işləyirəm. Düzbucağa bitişik tərəflərlə işləyirəm. Eləyir 150. Eynisindən bir dənə də yazırım. İstəsəz 2'ye də vura bilərsiniz uşaqlar. Bu eləyir 360. 18'i 15'e vursak 270 eləyirdi də düzdür. 270. 18'i 25'e vursak eləyir 450. 0, 20, düzdür 450. Şimdi bunların hamısında toplu bir müsahəni tapsam 0, 10, 15, üstüne de 13 yazsam 28, 2 yadda 5, 9, 10, 11, 12, 13, 1380 kvadrat santimetr. Üçüncü tapşırığı. Yine birinci baxıram uşaqlar, uzunluğum. Neçədir uzunluğum? 16. Yazırım. 16 vur. Birinci 13'e. 16 vur 12. 16 vur 5. Hamısını bir vurdum. Düzbucaqlılarımı tapdım. İndi keçirəm düzbucaqlı üçbucağa. Baxın düzbucağın tərəflərinə baxıram. Ha, bax 13 ilə yenə işim yoxdur düzbucaqlı üçbucaqda. 12'ni vuracağım 5'e, böləcəyəm 2'ye. Eləyər 30. Bundan yenə birini yazıram. Çünki 2 bərabər düzbucaqlı üçbucağım. 16'nı 5'e vursaq 80. 16'nı 12'ye vursaq
32, 16, 192. 16'nı 13'e vursaq 48, 16, 208. Sonra bunların hamısını uşaqlar toplayırıq. 208, 192, 80, 30, 30'un da yerinə 60 yazır. 0, 9 ilə 8, 17, 17'nin üstünə 6, 23, 1 də yadda, 24, 2 yadda, 3, 4, 5. Cavab 540 kvadrat santimetr. Deməli uşaqlar, bizə belə bir fiqur verilibdir. Düzbucaqlı, üçbucaqlı prizma və şərt verir. Bunu biraz balacalaşdırım. Deməli, şərt bizə deyir ki, uşaqlar, oturacağı düzbucaqlı üçbucaq olan şəkildəki düzbucaqlı prizmanın yaşıl yan üzünün sahəsi, bunun açılışında istəsəz seçə bilərsiniz uşaqlar. Baxın, istəsəz bunun belə açılışında seçə bilərik. Yəni bu 3 dənə düzbucaqlıdan ibarətdir. Burada da 2 dənə belə çəkimdə. Aha. Bu düzbucaqda. Fikirləşin ki, uşaqlar, tam çəkə bilmədim. Ha, belə. Bu bir tərəfini silib. Düzbucaqlı üçbucaq olmalıdır. Ha. Düzbucaqlı üçbucaq olmasa onu da işləyə bilmərik. Bir dəqiqə. Aha. Aha. 2 dənə də düzbucaqlı üçbucaqdan ibarətdir. Deməli, bunun bir üzü yaşıldır. Burası yaşıl. Bir üzü sarıdır. Bir üzü də rəngsizdir. Gəlin biz onu qırmızı edək. Başlayaq indi uşaqlar həll eləməyə. Deməli, uzunluq 20-dir. Yazaq. Bunu verib bizə. Deyir ki, yaşıl üzün sahəsi, yəni buranın sahəsi 320-dir. Öndəki üzün sahəsi. Öndəki üz buradır. Mən səhv elədim uşaqlar. Öndəki üz baxın rəngsizdir. Yaşıl buradır, sarı buradır. Bu ikisinin yerini dəyişmək lazımdır. Bura ön üzüdür. Elə bil bunu biz arxaya qatlamalıyıq. Gəlin onu tez dəyişək. Buranı öndəki üzü rəngsiz götürək elə. Buranı sarı götürək. Gəlin buranı sarı götürək. Aha. Sarı üzün, sarı yan üzünün, yandı. Üzünün sahəsi 240. Öndəki üzün sahəsi, sarı yan üzün sahəsində 160 kvadrat santimetr çoxdur. Onda mən 240'ın üzərinə 160 gələrəm. Eləyər 400 kvadrat santimetr. İndi uşaqlar, bura katetlər bu ikisidir bax. Baba, bu ikisidir katet uşaqlar. Bura hipotenuzdur. Bura hipotenuzdur. Siz fikirləşin ki, katet bura deyil də, şəkil elə çəkməlisiniz ki, bura katet olsun, bu ikisi katet olsun. Bax, ona fikir verin. Baxın buradan. Burada düzbucaqlı üçbucaq. Yəni bu sarı və yaşılın tərəfləridir düzbucaqlı üçbucağın katetlər. Buranı götürürük katetlər. Onda 320'ni mən 20'yə bölüb buranı tapa bilmərəm uşaqlar. 320'ni 20'yə bölsəm 16. Onda burada 16'dır. 240 20'yə bölsəm 12. Onda burada 12'dir. 300'ü də 20'yə bölsəm bura eləyər 400'ü daha doğrusu 20'yə bölsəm burada eləyər 20. Deməlidir ki, bu prizmanın tam səthinin sahəsini tap. Bu üç üzünün sahəsini bilir. Mən bu düzbucaqlı üçbucağın sahəsini tapmalıyam da. 16'nı vuraram. 16'nı vuraram 12'yə, bölərəm 2'yə. 8'i 12'yə vuraram 96. Deməli burada 96'dır. Bunun içi də 96'dır. Onda tam səthinin sahəsi 320, 400, 240,
96-nı 2-yə vuraq, birbaşa yazaq da. 192. Hamısını toplasam 2, 6, 9, 15, 1 yadda, 7, 3, 11 də yadda, 11. 1152 kvadrat santimetrdir. Sadəcə bu şəkildə uşaqlar bilməlisiniz ki, baxın, bu düzbucaqlı üçbucağın katetləri 20 də yaza bilərdisə. Baxıram ki, nəyə fikir verin? Bu ön üzdür. Önünüzdə bu düzbucaqlı üçbucaqdırsa, önünüzdə katet yox, hipotenuz düşür. Deməli, katetlər sarı ilə yaşla düşür. Ona fikir verin. Aha, 4-cü tapşırığa baxaq, maraqlı bir tapşırıqdır. Belə bir dam örtüyü düzəlir uşaqlar. Mən deyir ki, bunu düzbucaqlı, düz prizma şəklindədir. Dam örtüyünün görünən üzlərini rəngləmək üçün nə qədər boya lazımdır? 1 kvadrat metr saniyə rəngləmək üçün 400 ml boya. 1 kvadrat metr saniyə rəngləmək üçün 400 ml boya lazımdır. Deyir, yəni bunu rəngləmək üçün nə qədər lazımdır? Gəlin baxaq, uşaqlar. Birinci, mən bu sahəsini tapmalıyım. Bir dənə aşağısı lazım deyil. Bura, bunun yanı, bura və bura. Mənə 4 dənə üzü lazımdır, düzdür. Bura 3-dürsə, bura da 3-dür. İndi gəlin baxaq, uşaqlar. Bu düz bucağın sahəsini tapmaq üçün mən 12-ni vuraram 3-ə. Eləyər 36. Bura 36-dırsa, digər tərəfdə 36-dır da. Bura 3-dür. Yox, bura 4-dür uşaqlar, baxın. Bura 36-dır, digər tərəf. N4 uzunluğu 12. 12-ni vuram 4-ə, eləyəcək 48. Bir dənə 12-ni 5-ə vurmuruq. Axı biz uzunluğu götürüb hər tərəfə vurmurduq. Bir dənə 5-ə vurmayacağım ki, niyə? 5 bunun aşağı hissəsidir. O da rəhlənmir axı, ancaq yuxarıda rəhlənməlidir. İndi düzbucaqlı üçbucağın sayısını tapsam 6. Bura 6-dır. Bir də bunun bu biri tərəf var axı. Vur 2. Bərabərdir 12. Ümumi sahəni tapsam 36, 48 və 12. 48 ilə 12-ni toplasam 60. Bu deyilər 96 kvadrat metr. Deyir, 1 kvadrat metr saniyə rəngləmək üçün 400 ml boya lazımdır. Bu sual qoymamalı deyə lazımdır, şərt verməlidir. Onda 96-nı da vuraram 400-ə. 0, 0, 4, 38.400 ml boya lazımdır. Yəni 38 litr 400 millilitr boya lazımdır. Keçək 5-ci sual. Belə bir düzbucaqlı paralelipiped şəklində taxta düzəldilmiş qapaqsız yeşiyin uzunluğu 2,5 metr. Sonra eni 1,2. Hündürlüyü hündürlük yazdım. Hündürlüyü de 2 metrdir. Hündürlüyü ne de yazaq? 2 metr. Aha. Deyir ki, bu yeşiyi hər iki tərəfdən rəngləmək üçün nə qədər boya lazımdır? 1 kvadrat metr sahəni rəngləmək üçün 350 ml boya lazımdır. Gəlin baxaq. Birinci bunu mən tam səthinin sayısını tapmalıyam, amma üstü açıqdır, üstü lazım deyil. Buranı tapmalıyam. Oranı tapmaq üçün 2,5'i vuraram 2'yə. Nə qədər eləyər? 5. Axı bunun arxası da 5'dir. Burada 5'dir. 5 vur 2, 10. Buranı tapaq uşaqlar. 1,2'ni 2'yə vuracağım. 2,4. Bir de bu tərəfi var. Vur 2, 2,4. Sonra bir de bunun aşağısını tapacağım. Baxın, yuxarı lazım deyil, ancaq aşağısı. 1,2'ni vuracağım 2,5'e. Tez 2,5'i 1,2'ye vursam 50, 25 eləyir 303. 3 bunu artıq 2'ye vurmuram. Çünki ağzı açıqdır. Yəni 6 var, üstü yoxdur. Tapdım bunu. İndi bir də nəyə fikir verirəm uşaqlar? Bizə deyir ki, şərtdə taxtadan düzəlmiş bu qapağın hər iki tərəfdən rəngləyirsən. Yəni həm buranı rəngləyirsən, həm də bunun içini. Yəni burada 2,4'dür, bunun içi də. Bir dəqiqə, 2,4'ü 2'yə vurub yazmışam 2,4. 4,8. Hə. Bir dəqiqə. Aha. Burada 2,4'sə bunun içi də 2,4'dür. Eşiği 5'sə burada 5'dir, burada 5'dir. Fikir verin uşaqlar. Bunun içi bir də 3.
aşağısını bir də rəhləməliyim. Yəni bunlar bir də əlavə 2/4, 2/4, 5, 5, 3 toplamalıyım. Deməli mənə lazımdır 2 dənə 5. Bu 100, bu 100, bu 100, bir də onun içi 4 dənə 5. 20. 2/4, 2/4, 2/4, 2/4. 4 dənə 2/4. 9/6. Deməli içini və çölünü rəhlədim. İndi aşağısı yuxarısı lazımdır. 3, 6, bir də onun içi. 2 dənə də 3 lazımdır. Birbaşa 6 yazıq da uşaqlar olur. 20 ilə 6'ını toplasam 26. 26'ın da üstüne 9/6 gəlsəm 35/6 kvadrat metr. İndi bu qədər kvadrat metr ərazidir. Yəni yeşiyin tam səthinin sahəsi, hər tərəfini boyamalıyam. 1 kvadrat metr 350-dirsə 36/5-i də vurmalıyam neçə uşaqlar? 350 millilitrə. Görək buna nə qədər gedir? Deməli 36/5-də 350-yə vuran da uşaqlar 12775 millilitr boya lazımdır. Davam edək. Sonuncusa satıcı ölçüləri 8, 4/5 və 5/5 olan kuboid formasındakı pendir kəsdi. Satıcının pendiri bükmək üçün istifadə etdiyi kağızın sahəsi 210 kvadrat santimetrdir. Satıcı bu kağıza kəsdiyi pendiri bükę bilərmi? Gəlin birinci biz bu pendirin tam səthinin sahəsini tapaq, görək bükę bilir yoxsa yox. Pendirin üzlərini tapmalıyam da, tam səthinin sahəsini tapmalıyam. Buranı tapsam uşaqlar, bura 5/5'dir. 5/5'i vurmalıyam 8'e. Burada yazaq. Eləyəcək 44 kvadrat santimetr. Bu üzünü tapmaq istəsəm 5/5, bura da 4/5'dir, 8'dir, düzdür. 4/5'i vuracağım 8'e. 36 kvadrat santimetr. Bu üzünü tapmaq istəsəm, burada yazıram. 4/5'i vuracağım 5/5'e. Tez vursaq, yəni 45, 55'e vursaq. 5, 22, 5, 2, 4, 7, 5, 2, 24/75 kvadrat santimetrdir. İndi mən bunların hamısını toplayım, görüm nə qədər eləyir tam səthinin sahəsi. 36 plus 44 plus 24/75. 36 ilə 44'ü toplasam 80. 80 üzərinə də 24/75 gəlsəm 104/75 kvadrat santimetr edir. O da istifadə etdiyi kağızı 210'sa rahatlıqla bükę bilər.